Salam, söz verdiyim kimi motosikletin zəncirini necə dəyişmək lazımdır, onu göstərəcəm. Əvvəlcə motosikletin neytralda olduğundan əmin olmalıyıq. Daha sonra zəncir kilidini arxa ulduzun üstünə gətiririk. Bir tərəfdən də qabaq ulduzun qapağını açırıq. Sonra vintaçanın düz tərəfini kilidin çıxışına qoyub çəkizlə bir dəfə vurmağımız bəs eləyir. Göründüyü kimi sepi saat istiqaməti tərəfə çəkib çıxardırıq. Mən sadəcə zənciri dəyişdim. Ancaq tövsiyə olunur ki, zəncirlə eyni vaxtda qabaq və arxa ulduzlar da dəyişilsin. Təzə sepi qabaq ulduzun üstünə yerləşdirib saat istiqamətinin əksi tərəfə çəkirik. Sonra arxa ulduzun üstündə birləşdiririk. Sonuncu proses olaraq arxa ulduzun kilidini açdığımız formada yerinə bağlayırıq. İşin sirri zənciri açanda da, bağlayanda da arxa ulduzun üstündə etməkdir. Əks halda zülüm çəkəcəksiniz. Qabaq ulduzun qapağını da bağladıqdan sonra missiyamızı tamamlamış oluruq. Ən sonda zəncirin sıxlığını da tənzimləməyi unutmayın. Hələlik.